Martın 7-sində Azərbaycana Birgə Yardım Təşkilatı Baksel şirkətinin dəstəyi ilə Park Bulvarda xüsusi qayğıya ehtiyacı olan uşaqların 8 Martdır Anacan adlı rəsm sərgisi təşkil olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar Park Bulvarda keçirilən rəsm sərgisində öz məharətlərini göstərdilər. Sərgidə uşaqlar həmçinin canlı olaraq rəsm çəkib istedadlarını nümayiş etdirdilər. Rəsm sərgisi Bakselin korporativ sosial proqramının dəstəyi ilə OAFA təşkilatı tərəfindən həyata keçirilən ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması layihəsinin komponentlərindən biridir. Artıq 2-ci ilə qədəm qoyuruq ki, biz Baksel ilə əməkdaşlığa başlamışıq. Yəni artıq 2 il öncə bu əməkdaşlığın əsası qoyulmuşdur. Ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş bu layihə rəqs, rəsm və foto dərnəkləri vasitəsilə əlilliyi olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişafına yönəlmişdir. Ünsiyyət problemli uşaqlara rəsm, eyni zamanda rəqs, foto, tikiş, idman dərsləri keçirilir. Layihəyə cəlb olunan psixoloqlar cəmiyyətdən təcrid olunmuş belə uşaqlara psixoloji yardım göstərir. Artıq 2 ildir bu dərnəklərə qatılan uşaqların ünsiyyət və bacarıqlarında ciddi inkişaf nəzərə çarpır.